Vaxtınız xeyir olsun değerli izləyicilər, gözləy. Aşağı savalanmasın. Tam qorasınızda bakıyız. Hər şeyimizin qabağında kız basılı evin torpağının çarşı var. Həm ipoteka yalanlıdır, həm qeydiyyat etmək üçün yalanlıdır. İnşallah həyətin təqdimatını edirik. Evin içərisində təqdim edəcək. Onun üzərində çatdıraq ki, evin işıqlandırma sistemi həyətdə evin terasının qabağında və evin içərisində var. Ancaq belə deyək də, bir dənə əşyalarınızı götürün. Yəni, başqa heç nə evdə pərdələrinə qədər və listillərinə qədər bir hissəsində sizlərə təqdim edər. Fikir verin, maşın rahat bir şəkildə daxil olur və divarlarda işıqlandırmasına qədər var. Və keçirik inşallah evin içərisinə. Qiymət 75.000 manat ilkin olaraq. Burada belə bir gördüyünüz kimi terası var. Və eynən belə bir hissəsini sizlərə göstərirəm. Və daxil olur evin içərisinə. Və həqiqətən də qeyd etdiyimiz kimi belə deyək, bir dənə əşyalarınızı götürün, yəni fikir verin. Sağ hissəsini göstərmək sizlərlə. Bundan belə bir zaman var. Pərdən bunu fotoğrafın işıqlandırmasını riskli. Və keçirik yatağımıza. Yəni bu qiymətə savalanında paket tutsalı tam hazır vəziyyətdə evlər, yəni az bir miqdardır. Yatağını göstərin sizlərə eyni qayda edin. Üstünlər və pərdələrdə qədər bulunur. Bax, burada da eyni qayda edin. Yalnız bir əşyaları götürüb görəcəksiniz. Bu mətbəx hissəsində təqdim edək. Güzəllə bir mətbəx hissəsi var. Sadəcə hissəsini göstərəcəm sizə. Hətta mətbəxdə belə jaluzlər pəncərəli olur. Və keçirik mətbəx sadəcə hissəsinə. Sadəcə hissəsi tam hazır vəziyyətdə istiqol və duşqabinəyə qədər bulunur. Və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məştaqa savalanma stilindədir. Torpaq sahəsinin üzərində inşa edilib yerdən 6 daş kürsülü, evin torpağının çağrışı var, paket qutca, ipoteka və qeydiyyata tam düşmək olur. Və gördüyünüz kimi lüstr və pərdələrinə qədər də vurulur. 75.000 manat. Səhifəmizi izlədiyiniz üçün məşqdaşımız əməkdaşları tərəfindən sizlərdən təşəkkürümüzü edirik.